Hüceyrələrin bölünməsi iki mərhələdən ibarətdir. Bir var mitoz bölünmə, bir də var meyoz bölünmə. Birinci bunları müqayisə edək görək nə deməkdir. Mitoz bölünmənin öz mənası sap tel deməkdir. Mitoz bölünmə bütün bədən hüceyrələrində gedir. Təsəvvür edin ki, bir dənə insanın bir qolunda mitoz gedib, bir qolunda mitoz getməyib. Bir qolu balaca qalıb, bir qolu böyük qalıb. Yəni buna görə mitoz bölünmə bütün bədən hüceyrələrində getməlidir ki, bədən mütənasibliyi sabit qalsın. Bir də var meyoz bölünmə. Meyoz bölünməyin isə mənası azalma deməkdir. Niyə azalmadır? Meyoz bölünmə cinsiyyət hüceyrələrində gəlir. Baxın, mitoz bölünmədə bir ana hüceyrədən 2 dənə qız hüceyrə əmələ gəlir və ana hüceyrənin xromosom dəsti bərabər olur. Yəni ana hüceyrə əgər 2N xromosom dəstisə, qız hüceyrələr də 2N-dir. Ana hüceyrə 4N-dirsə, qız hüceyrələr 4N-dir. Yəni heç bir dəyişkənlik olmur. Meyoz bölünməyə gəlir. Meyoz bölünmə isə ancaq cinsiyyət hüceyrələrində gedir. Bir ana hüceyrədən 4 dənə qız hüceyrə əmələ gəlir və ana hüceyrənin xromosom dəstinin yarısına bərabər olur. Görürsünüz, xromosom dəsti azaldı. Azaldığına görə də elə bunun mənası azalmadır. Digər adı isə reduksiyon bölünmədir. Məsələn, ana hüceyrə 4N-dirsə, qız hüceyrələr 2N olacaq. Ana hüceyrə 2N-dirsə, qız hüceyrələr N olacaq. Yaxşı, bəs biz qız hüceyrələr deyirik. Bu qız hüceyrələr sizcə cinsiyyətcə qız deməkdir? Xeyr, cinsiyyətcə qız deyil. Sadəcə biz cavan hüceyrələrə qız hüceyrələr deyirik. Yəni onun cinsiyyətlə bir əlaqəsi yoxdur.